Adi Cənubi Qafqaz ölkələri arasında Çinlə vizanı ləğv edən sonuncu ölkədir. Yəni bizdən elə əvvəl 2024-cü ildə Gürcüstan və 2019-cu ildə düz 6 il əvvəl, yəni bizdən 6 il əvvəl Ermənistan ləğv edilib. Yəni Ermənistanın 6 il əvvəl ləğv elədiyi, Gürcüstanın 1 il əvvəl ləğv elədiyi Çinlə vizanı biz hələ indilərdə 2025-ci ildə ləğv edirik. Yəni bu göstəricidə belə biz çox təəssüf ki, qonşu ölkələrdən geri qalırıq və xüsusən də Gürcüstandan geri qalırıq. Bildiyiniz kimi Gürcüstan Avropa İttifaqının ölkələrinə belə İtaliyası, İspaniyası, Fransası, Almaniyası, Böyük Britaniya olsun, istənilən Avropa İttifaqına daxil olan ölkə ilə vizasız Gürcüstan vətəndaşları həmin ölkələrə gedə bilərlər, istirahət edə bilərlər. Amma Azərbaycan çox təəssüf ki, Avropa ilə hələ də Avropa ölkələrlə də viza çox böyük bir məbləğdə tələb olunur. Yəni elə bizim bu baxımdan görə biləcəyimiz çox işlər var. Yəni